Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bugün AFFA U17 liqasında Neftçi Araz Naxçıvanla qarşılaşır. Heyətlərlə tanış olaq. Meydan sahiblərində Araz Naxçıvan komandasında qapını 97 Aqil Nəbiyev qoruyacaq. 5 komandanın kapitanı Nicat Vəliyevdir ki, Ramal Paşayevdir. Neftçidə qapıda 91 Nurəziz Əzizov olacaq. 7 komandanın kapitanı Xəzər Nağzadə. 3 İsmail Səfərli. 4 Hüseyin Hümbətov. 5 Rahib Əhmədzadə. 9 Orxan Əliyev. 11 Ramin Abıyev. 13 Nurlan Mələyov. Yekunlaşmışdı həmin oyun. Fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzuluyuruq. İlerlədi topla, ötürdü sağ cəha. Emin Süleymanov, Emindən cərmə meydançasına yaxşı ötürmə, Orxan Əliyev hesab açır 37-ci dəqiqədə. İzləyək təkrarına, əla ötürmə alındı. Hamını qabaqladı Orxan. Ötürmə cərmə meydançamıza, orada topu uzaqlaşdırır Hüseyin. Ramin Abıyev, indi əks hücum ola bilər. Emin Süleymanovdan irəli, bu dəfə yoxdur, oyundan kənar vəziyyət. Qapçında keçir Xəzər, qola gedir Xəzər 2-0. 45-ci dəqiqədə kapitan Neftçinin ikinci qolunu vurur. İzləyək təkrarını. Emindən ötürmə, oyundan kənar vəziyyət yoxdur. Ümumiyyətlə, həm mərkəz xəttdən geridə idi onsuz da Xəzər. Həm də rəqibin də 2 futbolçusundan geridə idi. Eminin ötürməsi ideal alındı. Və təbii ki, Xəzər sürət. İsmail və birinci hissə başa çatır, altı yerinə yetirilmədən hakim ilk hissəni bitirir. Hörmətli izləyicilər, AFFA U17 liqası ikinci mərhələ, 11-ci tur. Araz Naxçıvan Neftçi maçında ikinci hissə başlayır. Altun Xancanlı, oyundan kənar vəziyyət yoxdur. Yaxşı ötürmə, Rüstəm Hüseynli cərmə meydançasında. Rüstəm Hüseynli 3-0 hesab. 72-ci dəqiqədə fərqi artırır Neftçi. Rüstəm Hüseynli. Artıq bunu lehinə çevirdi oyuncularımız. Burada ofsaydı pozan bəli. 4 nömrəli oyuncu Amil Ağayev. Açıq şəkildə geridə qalmışdı. Hətta olmasaydı belə digər oyuncularla da sanki bir xəttdə idi Rüstəm. İstənilən halda oyundan kənar vəziyyət yoxdur və Hüseynli bu hücumu Rüstəm Hüseynli, bayraq qalxmayıb havaya, Hüseynli, Rüstəm! Gol! Dubledir Hüseynli! Yenə həmin cinahdan əla zərbə ilə topu qapıdan keçirdi Rüstəm Hüseynli. Həm elə öz qarşısındakı futbolçu, həm də digər cinahda 2 nömrəli oyuncu da səhv etmirəmsə oyundan kənar vəziyyəti pozurdu. Rüstəmin zərbəsi olduqca baxımlı alındı. Ötürmədə səhvə yol verdilər və top komandamıza keçdikdən sonra Nahid Xasif maçın final aktini səsləndirir. Neftçi Araz Naxçıvanla maçdan 4-0 hesabı ilə qələbə ilə ayrılır.